Allah sizə xeyir versin. Sual verən soruşur ki, Peyğəmbər Allahın salamı və salavatı onun üzərinə olsun. Belə demişdir, kişilər qadınlara itayət etdikləri üçün həlak oldular. Bu hədisin səhihliyi nə dərəcədədir və mənası nədir? Vallahi, mən bu hədisin səhihliyini bilmirəm. Onun haqqında məlumatım yoxdur. Lakin bunda heç bir şübhə yoxdur ki, əgər kişi qadına tabi olarsa, qadın isə şəriətin bildirdiyi kimi ağıl və dində naqis olduğuna görə onu sonu yaxşı olmayan işlərə sürükləyə bilər. Kişi hər zaman qadının ardınca getməməlidir. Amma əgər qadın ağıllı və anlayışlıdırsa və bəzən ona düzgün bir fikir verirsə, eybi yoxdur. Lakin kişi hər zaman rəhbərliyi ona versə, bu doğru olmaz. Əksinə, vacib olan budur ki, qadın kişiyə tabi olsun. Uca Allah buyurur. Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsinə görədir.